Allah Subhanahu ve Teala Quran-ı Kərimində buyurur ki, səhabələrin iman gətirdiyi kimi iman gətirin. Səhabələr nə edirdilər mənim əzizlərim? Allah Rəsulunun yolunu gedirdilər. Namaz qılırdılar, oruç tuturdular, zəkat verirdilər, qonum-qonşuya yardım edirdilər, müsəlmanları sevirdilər. Ən çox da onlar Allahdan haqqı ilə qorxan müsəlmanları sevirdilər. Amma sizin isə onlardan zəhləniz gedir. Üzə vurmasanız da içinizdə onlara nifrət edirsiniz. Özünüz də bunu çox gözəl bilirsiniz. Siz onların xarici görünüşlərinə nifrət edirsiniz. Siz onların saqqalına, geyimlərinə nifrət edirsiniz. Elə düşünürsünüz ki, onlar axmaqdılar. Onlara Vahabi deyirsiniz, onlara geridə qalmış deyirsiniz. Eynən Allahın kitabındakı ayədəki kimi. Münafiqlər, biz də səfihlərin iman gətirdikləri kimi mi iman gətirək, deyərlər. Allah isə buyurur ki, doğrusu səfih onlar özləridirlər, lakin bunu bilmirlər. Siz həqiqətən iman gətirənləri, əsl iman gətirənləri axmaq, səfih hesab edirsiniz. Bu da həqiqətən çox acı bir şeydir. Axmaq, mənim əzizlərim, sağlam düşünə bilməyən insanlara deyirlər. Yaxşını, pisi ayıra bilməyən insanlara deyirlər. Və siz həqiqətənmi özlərini ən önəmli günə, ölüm günlərinə hazırlayan, özlərini Allahın huzuruna çıxacaqları o günə hazırlayan, axirətdə ən konforlu həyata, inşallah cənnətə hazırlayan, vaxtını, malını, mülkünü buna xərcləyən, hələ ki sağ ikən buna investisiya edən adamlara siz axmaq deyirsiniz? Həqiqətənmi elə düşünürsünüz ki, o adamlar sağlam düşüncəyə sahib deyirlər? Həqiqətənmi elə düşünürsünüz ki, o adamlar yaxşını, pisi ayıra bilmirlər? Subhanallah.